bir çox qlobal proqramlar var. Bu açıq deyil, açıqdır, tamamilə gizli deyil. Doktrinalar var, dünyada mənəvi dəyərləri sarsıtmaq, xüsusilə də şərq xalqlarında mənəvi dəyərləri sarsıtmaq, qərb dəyərlərini otuzdurmaq, Avropa, Amerika dəyərlərini, onda onlara nüfuz eləmək daha asan olur. Qlobal qüvvələr, böyük dövlətlər buna çalışır. Niyə? Bu qüvvələrə müqavimət göstərən ölkələrə, cəmiyyətlərə baxın, hamısı möhkəm mənəvi dəyərlərə sahib ölkələrdir. Ya dini, ya milli, ya mənəvi, namus, qeyrət olan insanlardır. Harda ki, LGBT üzvləri çoxdur, harda ki, beviz, narsist insanlar çoxdur, egoist insanlar çoxdur, onlar öz vətənləri uğrunda döyüşməyəcək, onlar öz xalqları, öz millətləri uğrunda, dəyərləri uğrunda döyüşməyəcək. Bu xalqları işğal eləmək, ölkələrinin sərvətini talamaq çox asan olur. Qlobal zombi sistemini quraşdırmaq çox asan olur. Ona görə bütün ölkələrin milli mənəvi dəyərlərini sarsıtmaq üçün trilyonlarla pul ayrılır. Baxın, 100 milyardlarla demirəm, trilyonlarla deyirəm. Trilyonlarla pul ayrılır bu məqsədlə. Bu məqsədlə minlərlə bahalı kinolar çəkilir. 100 minlərlə qeyri-hökumət təşkilatları qrantlarla maliyyələşdirilir, milyardlarla məbləğdə. Minlərlə media orqanı saxlanılır. Minlərlə yox, daha doğrusu 100 minlərlə. Deməli, böyük bir televiziya layihələri təşkil olunur. Seriallar çəkilir saysız hesabsız. Hətta bunların bəziləri biznes gəliri də gətirmir, zərərə gedir. Amma o qüvvələr o pulu qarşılayırlar ki, bu məqsədimizə nail olur. Bu dəyərləri çökdürmək üçün çəkilib bu serial. Seriallar tutaq ki, 100 milyon pul çəkilib, serial qazanır 70 milyon. Zərərə gedirlər. Amma onlar bu zərəri ödəməyə hazırdırlar ki, qarşıya qoyduqları məqsədə nail olsunlar. İnsanlar zombiləşdirilsin, bütün mənəvi dəyərlərə tüpürülsün, dini dəyərləri ləkələnsin, milli mənəvi ənənələri ləkələnsin, mədəniyyətləri çöksün, monotip insanlar yaransın. Yəni, qərb dəyərlərində yalnız əyləncə üçün yaşayan, heç bir sosial bağlılığı olmayan, heç bir mənəvi insan qruplarına bağlılığı olmayan, fərdlər şəklində öz dövlətini, xalqını, vətənini, ailəsini müdafiə etməyəcək zombi kütləsi formalaşdırılsın. Bunu açıq şəkildə həyata keçirirlər. Burada gizli heç bir şey yoxdur. Bunu canlı yayımda birbaşa deyirlər Amerika televiziyalarında, qlobalistlərin ideoloqları. Deyirlər ki, bəli, biz bunu yaratmağa çalışırıq. Biz qlobal dünya sistemi qurmağa çalışırıq. Hamı eyni qidalanmalıdır, eyni düşünməlidir, eyni davranmalıdır, eyni hərəkətlər eləməlidir. Yəni, bu nə deməkdir? Biorobot zombi kütləsi yaratmaq istəyirik. İdarə olunan zombi kütləsi bəşəriyyətdən. Bunu heç də gizlətmirlər. Bu tendensiyalar bütün ölkələrdə aparılır, o cümlədən bizdə də. Təxmini hesablamalara görə son 30 ildə bizim ölkədə 300 milyon dollara yaxın qərb fondlarından bu məqsədlə qrantlar ayrılıb. Gender proqramları çərçivəsində qadın azadlığı adı altında, erkən nikahlara qarşı mübarizə adı altında, əslində burada erkən nikahlara qarşı mübarizə adı altında gec evliliyin təbliği nəzərdə tutulur. Yəni 30-35 yaşa qədər gənclər evlənməsin, ondan sonra mümkün olmur, dağılır gedir. Yəni bu proqramlara, bu layihələrə, bu media orqanlarına, sosial şəbəkələrdə çoxlu platformları yaratmağa, psixoloqlar saxlamağa xüsusi, hətta bəzi vəkillərə qərb fondlarından boşaltdığı hər ailəyə görə qrant verilir. Yəni bu dərəcədə çox faktor var, bunu hamı bilir. Küllü miqdarda pul xərclənilir. Bunların marağı nədir ki, bizim mənəvi dəyərlərimizi sarsıtmaq üçün bunlar 100 milyonlarından keçirlər. Məsələn, Amerika Birləşmiş Ştatlarının təsəvvür edin ki, qeyri-rəsmi fondlardan əlavə rəsmi dövlət büdcəsindən dünyada əxlaqsızlığın yayılması üçün vəsait ayırır, təsəvvür edin. Məsələn, 20-dən artıq Amerika dövlət büdcəsində dünya ölkələrində əxlaqsızlığın yayılması üçün pullar ayırılır. Onlardan sadəcə birini deyim. Hələ bir 7-8 il qabaq, 10 il qabaq idi, indi daha çox olar. 90 milyard pul Amerikanın dövlət büdcəsindən dünya ölkələrinə ona görə ayrılır ki, layihənin adı belədir. Nikahdan əvvəl cinsi təcrübənin təbliği. Yəni, yeniyetmələr, gənclər evlənməmişdən qabaq cinsi münasibətlərdə olsunlar. Bunun üçün Amerikanın vergi ödəyicilərinin 90 milyard pulu dünya ölkələrinə yönəldilir. Təsəvvür edirsiniz, bu necə şeytani bir dövlətdir. Və bu yalnız bir layihədir, yalnız bir proqramdır. Minlərlə belə proqram var, minlərlə. Qeyri-hökumət təşkilatlarının, qlobal fondların, Avropanın, Amerikanın adını beynəlxalq qoymuş təşkilatların milyardlarla vəsaiti, 100 milyardlarla vəsaiti bu məqsədlərə ayrılır. Ona görə də bu qloballaşma adı altında açıq şəkildə xalqların, cəmiyyətlərin mənəvi dəyərlərinə sarsıdıcı zərbələr endirilir. Biz bundan özümüzü qorumalıyıq. Biz qorumadığımız halda görürük vəziyyəti. Boşanmalar üzrə rekord səviyyəyə çatmışıq. Dünyada ən yüksəklərdən biridir. Avropada birincidir. Dünyada da ilk üçlükdə, beşlikdə də 50%-ə çatıb. Evlənmələr kəskin azalıb, 40%-ə yaxın azalıb. Biz milli genofondumuzu itiririk, dəyərlərimizi, mədəniyyətimizi itiririk. Bunun qarşısını almaq üçün bütün bu kimi təbliğatlar qadağan olunmalıdır.
cəzalandırılmalıdır həmin şəxslər, həmin təşkilatlar, həmin qüvvələr. Hökumətimizin bir çox yaxşı işləri oldu. Onlardan da biri xarici qrantların dayandırılması idi ki, Azərbaycana dayanmadan xarici qrantlar axıdılırdı. Onların bir hissəsi siyasi yönümlü idi. Yəni yerli hakimiyyətə qarşı qüvvələr formalaşdırmaq özlərinə tabe olan. Amma bir hissəsi ilə yerli mənəvi dəyərləri, mədəniyyəti sarsıtmaq, müasirlik adı altında, qadın azadlığı, gender bərabərliyi adında bunlar yaxşı ki dayandırıldı. Amma yenə də onların buradakı agentləri, nüfuz agentləri, o tərəfdarları bu prosesi aparırlar. İnternetdə aparır, sosial şəbəkədə, televiziyalarda canlı yayımda, özəl televiziyalardan söhbət gedir. Dövlət televiziyalarında belə bir hal yoxdur. Çox dövlət səviyyəsində, dövlət televiziyalarında belə bir şey mümkün deyil. Amma özəl televiziyalar deyirlər ki, kapitalizmdir, biznes maraqlarıdır, biz pul qazanmaq üçün bu şouları, bu serialları verməliyik. Bizə dəxli yoxdur, cəmiyyətin mənəviyyatı sarsılacaq, mədəniyyəti məhv olacaq, bizə heç bir aidiyyəti yoxdur. Biz pulumuzu qazanmalıyıq, kommersiya televiziyasıyıq. Bax, bu məsələlər tənzimlənməlidir, dövlət müəyyən çərçivələr, məhdudiyyətlər qoymalıdır, bunların qarşısı alınmalıdır. Bu məsələnin bir tərəfidir, digər tərəfini də sonra toxunarıq.